Salam. Müəyyən müddətdən sonra ikinci videomu çəkməyə qərar aldım. Demək, birinci videoda toxunmadığımız iki məsələ qalmışdı. Necə İsrailə gəldim və hansı imtahanları vermək lazımdır staja başlamaq üçün. Demək, burada staja başlamazdan öncə buranın öz tələbələri, ümumiyyətlə iki cür imtahan var. Ya Amerika Birləşmiş Ştatlarının lisenziya imtahanları, USMLE adlanan United States Medical License Exam, ya da buranın öz imtahanı Mifhan Rishuy dedikləri EMLE, yaxud da Israel Medical License Exam. Yəni bu iki imtahanın hər hansı birini verdikdə keçərli sayılır və USMLE imtahanlarının step 1 və step 2, yəni ikinci və birinci mərhələlərinin hər ikisini verdiyiniz təqdirdə burada Mifhan Rishuy, yəni İsrailin özünün lisenziya imtahanına denklik sayılır, bərabərlik sayılır və siz staja başlaya bilirsiniz. Üçüncü mərhələni verməyə ehtiyac yoxdur, balın önəmi yoxdur. Əsas odur ki, keçəsiniz birinci mərhələndə, ikinci mərhələndə zaten birinci mərhələ artıq pass-faildir. İkinci mərhələdə yəqin ki, müəyyən müddətdən sonra o da pass-fail stirrinə keçəcək. Hələ ki, score-based-dir. USMLE imtahanları verməyin daha çox avantajı var. Yəni rezidentura dönəmində deyilənə görə daha çox consider edirlər bu kandidatları, daha çox düşünürlər işə qəbul etməyi. İsrailin özünün lisenziya imtahanı isə Türkiyənin daha çox STS imtahanı formatında olur. Suallar olur, multiple choice questionnaire test formasında. Pediatriya, internal medicine, surgery və digər kiçik stajlar dediyimiz 5 fəndən ibarət olur. 240-a yaxın sualdır və multiple choice question'dır və yəni kitabları var, kitablardan oxumalısınız. Ən güncəl edition'dan özləri saytlarında elan edirlər. Horizon, Sabiston, Nelson, Horizon dediğimiz internal medicine, Sabiston dediğimiz surgery, Nelson dediğimiz pediatriya. Əsas bu kitablarla sonuncu editionu oxuyursunuz. Yəni özləri yazırlar hansı editionu oxumaq lazımdır və nəyi. Yəni təbii ki, bütün 3 cildin üçündə yox. Onun xülasəsini oxuyub imtahana girirsiniz. İmtahan 5 dildə keçirilir. Rus, İngilis, ərəb, ibrit və səhv etmirəmsə fransız və yaxud da ispan. Bu qədər. İmtahana 3 saat vaxt verilir. Səhv etmirəmsə 120 sualdır, 240 çox dedim. Və imtahan sualları belə nümunələrinə baxmaq istəsəz saytda var, özlərinin saytında yerləşdirirlər. Yəni hər iki imtahanın öz çətinliyi var. Məsələn, USMLE imtahanında siz Horizon oxumaq məcburiyyətində deyilsiniz, amma bu İsrailin öz lisenziya imtahanına girmək üçün kitab oxuyursunuz bildiyiniz, yəni xülasə oxumursunuz, Horizon kitabının özünü oxuyursunuz. Kitabın yəni xülasəsini oxuyursunuz, amma yenə də kitabdır, yəni first aid-ə baxanda daha çoxdur material oxunulası. Amma USMLE-də 2 mərhələlidir, saatlar çoxdur, 8 saat, bir mərhələ 9 saat, bir mərhələ daha çox vaxt alır, daha çox resurs alır, daha çox pul tələb edir. Hərəsinin öz avantajları var. Və bu 2 mərhələni keçəndən sonra nəticələrimi Ministry of Health-a, İsrailin Səhiyyə Nazirliyinə göndərdim. Ondan sonra sənədləşmə işlərində diplomdur, diplom əlavəsidir, transkriptdir. Bunları notarial xidmətdə tərcümə elədim. Apardım özüm Yerusəlimdə burada Səhiyyə Nazirliyi. Səhiyyə Nazirliyinə verdim. Tərcüməni ivrit dilinə etdilər Azərbaycan dilindən. Ya da ingilis dilinə də olar, amma daha çox ivrit dili arzu olunandı. Notarial servisdə təbii ki olunmalıdır. Əgər siz ölkəyə təzə repatriasiya etmisinizsə, repatriasiya nə deməkdir? Yəni Yəhudi kökəniniz varsa və repatriasiya eləmisinizsə, sizə kömək edilir İnteqrasiya Nazirliyi tərcümə xidmətləri üzrə, yəni özünüzdən verirsiniz, sonra çeki onlara aparırsınız, göstərirsiniz və onlar da sizə eyni məbləği qaytarırlar. Amma Yəhudi kökəni olmayan və insanlar necə bəs İsrailə gələ bilər, o da mümkündür. Yenə də eyni qaydada imtahanları verə bilərsiniz, USMLE imtahanlarını və iş vizası ilə bura gəlib rezidentura keçə bilərsiniz. Məsələn, burada Panamadan, Argentinadan olan həkimlər var, hansı ki Yəhudi kökəni yoxdur və rezidenturanı burada keçirlər, sonra da öz ölkələrinə qayıdırlar. Yəni sonra ölkənizə qayıtmalısınız.
Və İsrail ilə Azərbaycan arasında artıq da yəni əlaqələr sıxdır, möhkəmlənir günü-gündən. Məsələn, mənim işlədiyim xəstəxana Emin Ağallarovun Sibriz Resort ilə müqavilə bağlayıb bu yaxınlarda. Çox güman Azərbaycanda da Sibriz Resort ərazisində bir nəsə yenilik eləmək istəyirlər. Şəbə xəstəxanası tipli bir modul xəstəxana qurmaq istəyirlər. Oranın həkimləri bura gedəcək, buranın həkimləri ola bilər, Azərbaycan həkimləri bura gələcək. Nəsə yeniliklər olacaq, izləmədə qalmaq lazımdır sadəcə. Və dediyim kimi, əgər istəyirsinizsə burada rezidentura keçmək, iş vizası ilə müraciət edilə bilər, amma artıq İsraildə rezidentura bitəndən sonra qalmaq o barədə çox da məlumatlı deyiləm, araşdırıb gələn videolarımızda məlumat verəcəm. Yəni, ümumiyyətlə, belə deyək, Yahudi kökəni olmayanın iş vizası ilə işləməsindən başqa bir də Conversion to Judaism deyilən GIUR prosesi var. Hansı ki, yəni siz bunun üçün Yahudi kökənli olmağa məcbur deyilsiniz. Yahudi kökəniniz olmasa belə, məsələn, mənim bir neçə fransız tanışım var, Yahudi kökü yoxdur və əvvəl xristian olublar, sonra isə düşünüblər ki, Judaizmə konvert eləməlidirlər. Artıq Judaizmə konvert edəndən sonra buranın vətəndaşlığını ala bilirlər, buranın bütün yəni İsraillilər kimi hüquqlarına malik ola bilirlər. Bunun adı GIUR gedir, Conversion to Judaism. Bu da 10 aylıq bir kursdur. Sizə orada Talmudu öyrədirlər, dini qaydaları öyrədirlər, necə, yəni Judaizm necə bir şeydir. Və təbii ki, kurslar həm üz-üzə, həm də ki, Zoom vasitəsilə keçirilir. Və axırda da imtahan olur. Sizi rabbinlər yoxlayır. Bizdə molla xristianlarda keçir, bunlarda da rabbin deyirlər. Rabbilər yoxlayır, sizə qiymət verir, necə qaydaları bilirsiniz, necə adət-ənənələri bilirsiniz, saxlayırsınızmı? Məsələn, burada koşer qaydaları var, hansı ki, ət və süd məhsullarından bir tükətmək, bir gündə, eyni gündə yemək olmaz. Və yaxud da bəzi qidalar var ki, məsələn, dəniz məhsullarından shrimpdir, koşer sayılmır. Yəni, bir heyvanın ətini yeyirsinizsə, həmin gün süd yeyə bilmərsiniz. Belə qaydalar var, yəni koşer qaydaları. Ona görə ona da təbii ki, baxırlar ki, siz nə dərəcədə buranın adət-ənənələrini bilirsiniz, mənimsəyirsiniz. Yəni, Yahudi kökü olmayan insanlar GIUR vasitəsilə də ölkədə qala, hətta vətəndaşlıq da ala bilərlər. Yox, əgər bu sizə uyğun deyilsə, yəni iş vizası ilə gəlib rezidenturanızı keçib, sonra da öz ölkənizdə də qayıda bilərsiniz. Bu qədər, salamat qalın.